Salam. Hamımız kitab oxuyuruq, məqalələr vərəqləyirik, xəbərlərə göz atırıq. Yaxşı, bəs heç dayanıb düşünmüsünüzmü ki, biz bunu əslində niyə edirik? Sual çox sadə görünsə də, cavabı bir o qədər dərindir. Bugün Vahid Rızayevin bir müşahidəsinə əsaslanaraq, oxumağın arxasındakı 4 fərqli səviyyəni birlikdə araşdıracaq. Gəlin görək, biz əslində niyə oxuyuruq? Bəli, sual budur. Niyə oxuyuruq? İlk baxışdan cavab bəsitdir, məlumat almaq üçün. Amma bu, buzdağının yalnız görünən tərəfidir. Əslində, hər dəfə əlimizə bir kitab alanda və ya bir məqalə açanda məqsədimiz tamamilə fərqli ola bilər. Deməli, təsnifata görə bütün bu fəaliyyətin arxasında əslində 4 əsas səbəb, 4 fərqli səviyyə dayanır. Bunu bir növ pilləkən kimi təsəvvür edə bilərsiniz. Gəlin bu pilləkənlərlə bir yerdə addım-addım yuxarı qalxaq və görək hər mərtəbədə bizi nə gözləyir. Və birinci pillə, ən aşağı mərtəbə, sosial oxudur. Bəli, bu oxumağın ən fundamental və bəlkə də ən çox rast gəlinən formasıdır. Bəs bu nə deməkdir? Baxın, Stat hər şeyi çox gözəl izah edir. Bu səviyyədəki oxu daha çox sosial mühitdə geri qalmamaq üçündür. Sırf ümumi xəbər tutmaq, maraq üçün ya da bilirsiniz o mühitdə mən də oxumuşam onu deyə bilmək üçün. Yəqin ki, bu sizə də tanış gəlir. Məsələn, vacib bir görüşdən əvvəl son dəqiqə xəbər başlığına tələsik göz atmaq və ya sosial şəbəkədə hamının danışdığı o kitabı vərəqləmək ki, söhbətdən kənarda qalmayasan. Bax, bunların hamısı o birinci səviyyəyə, yəni sosial oxuya aiddir. Yaxşı, gəlin pilləkənin ikinci mərtəbəsinə qalxaq. Bura söhbət üçün oxudur. Burada artıq məsələ sadəcə görünmək deyil, biraz daha fəal bir mövqeyə keçirik. Buradakı əsas motivasiya nədir? Danışmaq üçün bir bəhanə tapmaq, müzakirələr üçün, necə deyərlər, sursat toplamaq. Məqsəd danışacağı bir mövzu tapmaq və ya sadəcə başqaları ilə ünsiyyətdə vaxt keçirməkdir. Xəbərim var, vərəqləmişəm ifadəsi burada açar sözdür. Yəni, dərinə getməsəm də söhbəti ayaqda tuta bilərəm. Təsəvvür edin, bir kitab klubundasınız. Amma əsas məsələ heç də romanın simvolizmini dərindən analiz etmək deyil. Əsas məsələ dostlarla yığışıb çay içmək, xoş söhbət etməkdir. Kitab sadəcə bir vasitədir. Bax bu, söhbət üçün oxunun klassik bir nümunəsidir. Deməli, gəlin bir anlıq müqayisə edək. Birinci səviyyə, yəni sosial oxu, bizi sadəcə passiv bir izləyici edir, bir tanışlıq yaradır. Amma ikinci səviyyəyə keçəndə biz artıq söhbətin aktiv iştirakçısına çevrilirik. Yəni, sadəcə bilirəm deməkdən, gəl danışaq deməyə keçirik. Yaxşı, ilk iki səviyyə daha çox sosial motivlərlə bağlı idi. Amma indi tamamilə fərqli bir dünyaya addım atırıq. Üçüncü səviyyə, bilik üçün oxu. Bu, əsr sıçrayışın başlandığı yerdir. Cəmi 3 söz, bilmək, öyrənmək üçün. Görürsünüzmü, burada artıq başqaları nə düşünər, onlarla nə danışaram deyə bir dərd yoxdur. Sırf özümüz üçün beynimizi qidalandırmaq, həqiqətən də nəsə yeni bir şey öyrənmək üçün oxuyuruq. Məqsəd daxilidir. Bunu əslində hər birimiz yaşamışıq. İmtahana hazırlaşan tələbə. O sadəcə söhbət üçün oxumur. O, həqiqətən bilmək üçün oxuyur. Və ya bir proqramçı bir problemi həll etmək üçün saatlarla texniki sənədləri oxuyursa, onun məqsədi anlamaqdır. Tarix həvəskarının bir dövrü anlamaq üçün bioqrafiya oxuması da eyni ilə bu səviyyəyə aiddir. Və gəlib çatdıq zirvəyə. Pilləkənin sonuncu, 4-cü mərtəbəsi. Bu, sadəcə oxumaq deyil, bu, mənimsəmək üçün oxudur. Yəni, oxuduğunla bir olmaq, onu özünün bir hissəsinə, kimliyinin bir parçasına çevirməkdir. Baxın, bu sözlərə nə qədər güclüdür. Araşdırmaq, aydınlaşdırmaq, bilmək, dərk etmək, faydalanmaq və təcrübələnmək. Görürsünüz, bu artıq passiv şəkildə məlumatı qəbul etmək deyil. Bu, aktiv, dinamik bir kəşfiyyat prosesidir. Yəni, mənimsəmək belə bir şeydir. Birinci, mövzunu dərinliyinə qədər araşdırırsan. Sonra qaranlıq qalan məqamları özün üçün aydınlaşdırırsan. Növbəti addım dərk etməkdir. Yəni, o biliyi öz beynindəki digər bilgilərlə birləşdirirsən. Və ən vacibi, axırda ondan faydalanıb təcrübədə tətbiq edirsən, həyatına keçirirsən. Başqa cür desək, bu, nəsə haqqında oxumaq deyil, o şeyin özü olmaq üçün oxumaqdır. Məsələn, bir aşpaz resept kitabını sadəcə məlumat üçün oxumur. O, daha yaxşı aşpaz olmaq üçün oxuyur. O bilik artıq onun kimliyinin bir parçasına çevrilir. Bu, oxumağın yaratdığı transformasiyadır. Gördüyünüz kimi oxumağın bu 4 fərqli səviyyəsini birlikdə addım-addım keçdik. İndi isə gəlin bütün bu mənzərəyə bir də yuxarıdan baxaq və düşünək, bizim məqsədimiz nədir?
Beləliklə, gəlin səyahətimizi xülasə edək. Biz sadəcə bir mövzu ilə tanış olmaq üçün edilən sosial oxudan başladıq. Sonra söhbətlərdə iştirak etmək üçün olan ikinci səviyyəyə keçdik. Üçüncü səviyyədə həqiqətən öyrənməyə, anlamağa başladıq. Və zirvədə, dördüncü səviyyədə oxuduqlarımızı mənimsəyərək tamamilə dəyişdik, yəni transformasiya yaşadıq. Və sonda əsas sual sizədir. Bəs siz, bugün, bu dəqiqə, nə üçün oxuyursunuz? Əlinizdəki kitabın, açdığınız məqalənin arxasındakı əsl məqsəd nədir? Hansı səviyyədəsiniz? Bəlkə də bu suala dürüst cavab vermək, oxuma vərdişlərinizi daha mənalı, daha hədəfli etmək üçün atacağınız ilk addım olacaq.